Keçən dərsdə biz 3 funksiyanı nəzərdən keçirdik. Smash, yəni offset, short count və short z, count a. Amma onların işləri keçən dərsdə ayrı-ayrılıqdaydı. Bugünkü dərsdə isə biz bu funksiyaları bir yerdə istifadə edəcəyik. Yəni smash, short, short z və sum funksiyası ilə bir yerdə onları istifadə edəcəyik. Gəl birinci misala baxaq. Belə bir cədvəldir. Və bu cədvəlin içindən, bu massivin içindən biz bu ədədləri götürüb, yəni bu diapazonda olan ədədləri götürüb onları toplamalıyıq. Sonra isə bu diapazonda, yəni yaşıl diapazonda olan ədədləri götürüb toplayacağıq. Nəyə görə mən iki diapazonu seçdim belə? Əvvəlcə biz buradan, yəni 25-dən sağa gedib toplayacağıq. Sonra isə 20-dən sola gedib toplayacağıq. Keçən dərsdə mən sizə demişdim ki, smash funksiyası həm müsbət, həm də mənfi ədədlərini işləyir. Əgər müsbət ədədlər istifadə olunursa, əməliyyat gedir sola, aşağı. Əgər mənfi ədədlər istifadə olunursa, onda əməliyyat gedir yuxarı, sola. Ona görə iki diapazon seçdim və onları nəzərdən keçirəcəyik. Gəl indi sarı diapazona baxaq və buradan bu ədədlərin cəmini tapaq. İndi birinci diapazonun cəmi görürsünüz 212-dir. Gəl bunu buraya yazaq. 212. İndi ikinci diapazonu tapırıq cəmini. 148-dir. Gəl bunu da buraya yazaq. Əgər biz əməliyyatı düz eləsək, yəni burada sonucu nəticə görsənəcək, bu ədədlər burada görsənməlidir. Gəl indi həmin əməliyyatları eləyək. Birinci etap sizə daha aydın olmaq üçün gəl əvvəlcə bu 25 rəqəmini tapaq. Hələlik sarı diapazonla işləyir. 25 ədədini tapırıq. Smash funksiyasını çağırırıq. Bərabərdir. Smash. Keçirik bu pəncərəyə və birinci nöqtəni göstərir. Hardan ki sürüşmə gedəcək. Deyək ki buradır. B1. B1. Sonra bizə 25 lazımdır. Ona görə düşürük 1, 2. Yəni 2 sətir aşağı düşürük. Göstəririk burada 2. Keçirik bura. Və buradan biz 25-ə gəlməliyik. Yəni 1, 2. 2 sütunda sağa gedirik. Bu iki arqumenti keçən dərsdə demişdim ki, məcburi arqumentlər deyil. Yəni göstərə bilərsiniz, göstərməyə də bilərsiniz. Əgər lazım deyilsə göstərmirsiniz və sistem avtomatik burada 1 yazır. İstəsəz özünüz də əllə yaza bilərsiniz. Yəni əgər ehtiyac yoxdursa yazmağa da ehtiyac yoxdur. Amma lazım olsa bu dərsdə biz həmin ədədləri istifadə edəcəyik, yəni bu arqumentləri istifadə edəcəyik. Burada yazırıq. Hərlik heç nə yazmırıq. B1, 2, 2. Buradan gəlirik bura və buradan keçirik bura. Okey. 25 alındı, düzdürmü? İndi gəliz burada bu diapazonların cəmini tapaq. Bu funksiyanı kopyalaya bilərik. Təzədən yazmayaq. Yerləşdiririk bura. Və burada dəyişiklik yaparıq. Əvvəlcə cəm funksiyasını yazırıq, yəni sum funksiyası. Gəldi bura. Avtomatik bir dənə mötərizə açılır. Açılan kimi buradan məsləhət görürəm, mötərizəni bağlayasınız. Sonra burada nə edirik? Gəldik bura.
1, 2. Buradan gəldik bura 1, 2. İndi bu diapazonu toplamaq lazımdır. Yəni o iki arqumenti hansılardan ki mən incə söhbət apardım və burada yazmaq lazımdır. Nöqtə vergül. Birinci hündürlükdür. Sonra isə n-dir. İndi təsəvvür edirsiniz ki, burada sizdə bir binadır. Binanın hündürlüyü 2 mərtəbədir və 3 dənə blok var. Binanın hündürlüyü 2 mərtəbədir. Yəni hündürlüyü 2. 3 dənə də blok var. Yəni n 3'dür. Nöqtə vergül 3. Enter düyməsini basırıq və nəticə görürsünüz 212 alınır. Yəni birinci bu funksiyanı əvvəlcə bunu götürürük. Birinci sistem bu 25'i tapır və 25'dən gedir sağa, aşağı, yaxud da aşağı, sağa və bütün bu diapazonda olan 6 ədədi toplayır. Bu funksiyayla. İndi gəliz həmin əməliyyatı bu diapazonla eləyək. Tapacağıq 20'ni ki aşağıdan yuxarı və sola gedək. Gəl istəyirsiniz bu funksiyanı yenə də kopyalayayım. Təzədən yazmayaq və onun üzərində dəyişiklik yaparaq. Qoyduq bura. B1 yerində qalır. Aşağı düşürük. 1, 2, 3, 4, 5, 6, 7 və sağa gedəcəyik. 1, 2. Yəni bu ikini dəyişirik, eləyirik 7, amma bu ikini saxlayırıq. Basırıq Enter-i. 20. 20 ədədi tapdım. İndi gəliz burada həmin əməliyyat eləyək. Yenə də artıq bunu kopyalayıram. Bura qoyuram. Qabağına sum funksiyasını artırıram. Mötərizə açılır. Mötərizəni bağlayıram. Və gəlirik bura. İndi bizdə təsəvvür edirsiniz ki 3 mərtəbəli binadır və 3 blok var. Yəni hündürlük 3, n 3. Enter düyməsini basırıq və fikir verirsiniz, nəticələr düz deyil. Burada 148 olmalıdır. Nəyə görə? Biz 3 yazanda sistem başa düşür ki mənə lazımdır ki cəm belə geçsin. Fikir verirsiniz 311'dir. Çünki müsbət ədədlərdir. Müsbət olanda indicə dediyim sistem gedir aşağı, sağa, yaxud sağa, sonra aşağı. Bizə lazımdırsa ki əməliyyat geçsin yuxarı, sola. Yəni bu diapazon toplanmalıdır. Ona görə 3'lərin qabağına mənfi işarəsini qoymalıyıq. Yəni mənfi 3 və mənfi 3. 148. Görürsünüz. Artıq hər şey düzdür. Yəni sistem qalxır yuxarı və gedir sola. İndi həmin əməliyyatı ikinci misalda eləyəcəyik. Burada görürsünüz eyni cədvəli bura köçürmüşəm. Sadəcə olaraq birinci iki sütunu yığışdırmışam. Və burada elə bil ki bu statistik əməliyyatlardır. Düzdürmü? Və burada indi əgər bizə dəyişiklik lazımdırsa, tutan bizə lazımdır ki 4 sütunu toplasın, yəni bu diapazonu. Onda burada mənfi 3'ün yerinə mənfi 4 yazmalıyıq. Yaxud bizə lazımdır 1 sətr olsun. Onda mənfi 3'ün yerinə mənfi 1 yazırıq. Yaxud burada 1 yazırıq, 2 yazırıq. Yəni hündürlüklə eni dəyişirik. Amma burada isə dinamik hesablamalar olacaq. Yalnız burada rəqəmləri dəyişirsiniz və avtomatik sistem əməliyyatı yerinə yetirir. Gəl görə bunu necə eləmək olar. Belə bir cədvəlimiz var. Və burada tutalım ki, bax 33'ü tapmaq istəyirik. Birinci 33 tapmaq istəyirik. Sonrası toplamları aparacağıq. Gəl əvvəlcə keçən dərslərdə keçdim. Burada siyahı yaradaq. Amma siyahı yox, yəni ədədləri yığacağıq. Keçirik data, yəni danlı tabına. Bu əməliyyatı artıq 2-3 dəfə eləmişik. Keçirik bura. Və burada siyahı da seçmək olar. Amma siyahını yerə əvvəlcədən hazırlayasın. Amma burada ehtiyac yoxdur. Yəni
tam ədədləri götürə bilərik. Burada indi hansı ədədləri yazaq? Bizdə görürsünüz sətr üzrə sürüşmə. Bizdə cəmi 10 dənə sətr var. Bu o deməkdir ki, minimal ədəd olur 1, maksimal ədəd olur 10. Ondan yuxarı ola bilməz. Xəbərdarlıq qoya bilərsiniz. Belə deyək ki, belə bir xəbərdarlıq yazaq. Ədədlərin diapazonu böyük hərflərlə getib yox. 1, 10 arasında olmalı. 1, 10. Ya belə yaza bilərik. Ədədlər 1, 10 arası olmalıdır. 1, 10 arasında olmalıdır. Va belə. Gəlsiniz bunu da balıqca eləyək. Bunu kopyalayaq, bizə lazım olacaq. Və OK düyməsini basırıq. Keçirik bura. Eyni əməliyyatı yerinə yetiririk. Qoyaq bunu bura. Burada artıq yazırıq 1, 3. İndi başa salacağım. Yenə də tam ədəd seçirik. Burada isə yazırıq 1, 3. Çünki söhbət sütunlardan gedir. Sütunlar isə bizdə cəmi 3 dənədir. OK. Keçirik bura. Hündürlüyə baxırıq. Hündürlük maksimum 10 ədəd ola bilər. Ona görə burada yığırıq 1, 10 və həmin xəbərdarlığı bura qoyuruq. Və keçirik N-ə. N də maksimum 3 ola bilər. Ona görə burada yığırıq 1, 3 və burada tam ədəd olmalıdır. Yenə də 1 və 3. Gəl indi yoxlayaq görək bu əməliyyatı necə yerinə yetirmiyorlar. Yəni əvvəlcə tapaq 33'ü. Burada yazırıq smash. Keçirik bura. Deyək ki, birinci xana bu xana olur. Yəni D14. Buradan sürüşmə getməlidir. 1, 2, 3, 4, 33'ə. Düzdür, amma burada artıq bizdə dinamik olduğuna görə cədvəl, əməliyyat buradan basırıq. Yəni bu əməliyyatı buradan eləyirik. Bu xanaya basırıq. Sonra keçirik sütunlara, bu xanaya basırıq. Keçirik hündürlüyə, bu xananı istifadə edirik. Keçirik N-ə, bu xananı istifadə edirik. Və OK düyməsini basırıq. Hal-hazırda sistem əməliyyatı başa düşmür və deyir ki, səhvdir. Təbii ki, səhvdir. Bunun qabağına cəm işarəsini qoymalı, yəni cəm funksiyasını qoymalı. Sum. Gəldi. Mötərizə açıldı. O saat mötərizəni bağlıyız. Yenə də enter düyməsini basırıq. Və sistem yenə də deyir ki, burada səhv var. Səhv nədir? Burada ədədlər yoxdur. Ona görə sistem heç nəyi saya bilmir. Bizə indi bax 33 lazımdır, düzdürmü? Başlanğıc nöqtə də buradadır. Ona görə buradan sayırıq 1, 2, 3, 4. Burada yazırıq 4. Yəni aşağı 4 sətr düşməliyik də. 1, 2, 3, 4. 4. Sağa sürüşmə sütunu tapırıq. Yəni bizə 33 lazımdır. Buradan bura 1. Hündürlük hal-hazırda bizə tutalım ki, belə deyək. Bax, bu diapazonu toplamalıyıq. Yəni 33, 22, 44, 46 toplamalıyıq. Hündürlüyü onda veririk 2. 2 mərtəbəli binadır. Düzdürmü? Və N verir yenə də 2. 2 mərtəbəli binadır. 2 blok var. Və görürsünüz cəm gəlir 145. Gəlir sayaq. 46 üstə gəl 44, 90.
33 üstə gəl 22, 55. 90 ilə də 55 toplayanda eləyir 145. Belə də yoxlaya bilərsiniz. Burada görürsünüz, cəm göstərir 145. Gəl indi müəyyən bir məlumatı dəyişək. Tutalım ki, bizə lazımdır. Deyək ki, bax, bu diapazonu toplayaq. Cəm eləyir 239. Gəl buraya yazaq. 239. Görək, burada 209 alınacaq yoxsa yox. Düşür aşağı. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni bizə bu diapazon lazımdır. 8 düşür aşağı. Sətr. Biz yazırıq 8. Artıq buradayıq. Bir sütun gedirik sağa. Bu qalır. Artıq bizdə sətirlərin hündürlüyü olacaq 3. 3 mərtəbəli binadır. Hündürlüyü 3 olacaq. 3. Sütun isə qalır 2. 239. Görürsünüz. Həmin nəticə alındı. İndi keçək 3-cü misala. Bizdə belə bir cədvəldir. Burada tarixlərdir. Burada gün ərzində satışların sayıdır və bizə lazımdır ki 3 funksiyanın köməyi ilə axırıncı həftənin satışlarını burada görək. Yəni axırıncı 7 günün satışlarını görək. Əgər bu misallarda biz 2 funksiya istifadə ediriksə, görürsünüz sum smash. Və ikinci misalda, birinci misalda da sum smash idi, görürsünüz. Sum smash. Burada isə biz bir funksiya əlavə edirik. Ya short, ya da short z, yəni count a. 3 funksiyasının köməyi ilə burada biz axırıncı 7 günün satışını bu cədvəldən tapacağıq. Gəl görək bunu necə eləmək olar. Bu 7 günü göstərirəm sizə. 1, 2, 3, 4, 5, 6, 7. Gəl bunu eləyək, deyək ki, belə yaşlı rəngdə. Onun satışlarını görəcəyik. Cəminə baxaq, görək nə qədər eləyir. 1624. Gəl buraya yazaq. 1624. İndi hər şey düzələsək, bu xanada 1624 ədədini görəcəyik. Bərabərdir. Smash, short, z və sum funksiyalarını istifadə edirik. Birinci gələcək sum funksiyası. Yəni toplayırıq. Sum. Seçdik. Sonra mötərizə açılır. Mötərizə içində yazırıq smash funksiyasını. Smash funksiyasını çağırdı. İndi birinci nöqtəni tapmalıyıq. Hardan ki sürüşmə gedəcək. Birinci nöqtə buradır. C29. Yığdıq. Nöqtə vergül. İndi üçüncü funksiyanı çağırırıq. Short z funksiyasını. Short'u da çağırmaq olar hal-hazırda. Short z-ni deyilir. Çünki burada boş yerlər yoxdur. Yəni yalnız ədədlərdir. Keçən dərsdə dediyim ədədlər olan yerdə və boş yer yoxdursa, onda fərqi yoxdur. İstəyirsiniz bu funksiyanı çağırırıq, istəyirsiniz short funksiyasını çağırırıq. Bu funksiya nəyə görə lazımdır? Bizim diapazonda, yəni diapazon bura qədər seçəcəyik, yəni buradan bura qədər, yəni C29-dan C49-a qədər həmin diapazonu seçəcəyik və həmin diapazonun içindən axırıncı 7 günü bu funksiya hesablayacaq. Göstəririk. C29 2 nöqtə və C49. Yəni bu diapazondan seçmə gedəcək. Mötərizəni bağlayırıq və buradan 7 çıxır. Çünki axırıncı 7 gün lazımdır bizə. Bu elə bil ki sətirlərin
sürüşməsidir. Yəni smash funksiyasının ikinci arqumentidir. Üçüncü arqumenti sütun üzrə sürüşmədir. Bizdə başqa sütun burada yoxdur. Yəni tarixi saymırıq. Ona görə yazırıq 0 nöqtə vergül. Hündürlüyü göstərməliyik və eni göstərməliyik. 7 ədəd olduğuna görə, yəni axırıncı 7 gün ərzində hesablama getdiyinə görə burada yazırıq 7. Yəni evin hündürlüyü belə deyək 7 mərtəbədir. Blok isə cəmi 1 dənədir. Ona görə eni yığırıq 1. Mötərizədən bağlayırıq. İndi diqqətlə baxırıq mötərizələrə. 1 dənə açılıb, 2 dənə açılıb, 3 dənə açılıb. 1 dənə bağlandı, 1 dənə bağlandı, 1 dənə də bağlamaq lazımdır. Bağladıq, enter. 1624. Görürsünüz, düz gəlir. İndi tutalım ki, gəlir buradan bu diapazonu yığışdırım mən. Tutalım ki, bizdə bir dənə də satış getdi. 203'ü gələcək qırmızı. Ayın 14'ünde bir dənə satış oldu. Bu satış burada əlavə eləyən kimi 203 bu siyahıdan çıxır. Çünki axırıncı 7 gün bu olur. Gəl buraya yazaq 205. Satış olmalıdır. Burada 203 gedir, 205 gəlir. Satış 2 ədəd artır. Burada olmalıdır 1626. Yox 205. 1626. Tutalım ki bir dənə də bizdə satış getdi. Ayın 15'i. Artıq buradan 208 də gedir. Gəl bunu da qızardaq belə qırmızı rəng eləyək. Tamam 208 getdi. Onun əvəzinə gəlir 250. Yəni 42 ədəd satış artır. Olmalıdır 1668. 1668. Və beləliklə bir neçə funksiyanın köməyi ilə, yəni smash, sum, short yaxud short z funksiyaların köməyi ilə müxtəlif diapazonlardan lazım olan məlumatı çıxardıb və onların cəmini, yaxud orta qiymətini, yaxud maksimal ədədini, minimal ədədini tapmaq olar. Və bununla bizim bugünkü dərsimiz yekunlaşır. Göndərək yaddaşa. Bugünə bu qədər. Təşəkkürlər.